Efirdə Telegrafın 15:00-a olan xəbər buraxılışıdır. Günün bu saata olan mühüm xəbərlərini təqdim edirik. Ordumuzun bir nömrəli hazırlığı İrana hansı mesajı verir? Prezidentdən xəbərdarlıq mesajı. İran Naxçıvan hücumuna görə cavab verəcək. Azərbaycanda Molla rejiminin xidmətçiləri ifşa olunmalıdır. İctimai tələb. Azərbaycan İrandakı diplomatlarını təxliyə edir. İranın Naxçıvana hücumuna Bakının reaksiyası, xüsusilə ordunun bir nömrəli səfərbərlik vəziyyətinə gətirilməsi Azərbaycanı İran avanturasına cəlb edəcəklər iddialarına, slash fikirlərinə yol açıb. Ondan təbliğat məqsədi ilə istifadə edənlər də var. Azərbaycanı İran müharibəsinə qoşmaq istəyənlər ola bilər, lakin Əliyevi belə avanturaya çəkə bilməzlər. Təcrübə ilə təsdiqlənib. Bakı nə milli və strateji marağı olmayan prosesə qoşulur, bəzən qoşulmuş kimi görünsə belə, praktiki müstəvidə gedişlər etmir, nə də Azərbaycan əskərini başqa maraqlara qurban verir. Bunun son nümunəsini Qəzza məsələsində gördük. İranın Naxçıvana hücumuna, Azərbaycanın suveren ərazisinə müdaxiləsinə diplomatik müstəvidə lazımi cavab verildi. Ordunun bir nömrəli hazırlıq vəziyyətinə gətirilməsi mövcud vəziyyətdə strateji çəkindirmə məqsədi daşıyır. Çünki İran rejimi güc dilindən anlayır. Ermənistanın müdafiəsi məqsədi ilə sərhədimizə ləşkər toplayanda da Azərbaycanın adekvat reaksiyası qarşısında irəliləyə bilmədilər. İran rejiminin Naxçıvandan sonra yenidən hücum etməyəcəyinə zəmanət yoxdur. Əksinə belə ehtimal daha çoxdur. Azərbaycan ordunu hazırlıq vəziyyətinə gətirməklə İrana Əliyevin dediyi kimi istənilən cavab əməliyyatına hazırıq mesajı verir. Gələcək addımlar isə yaxın dövrdə İranda baş verənlərə uyğun ola bilər. Siyasi şərhçi Asif Nərimanlı Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı İran rejiminin Naxçıvana dronlarla hücumunu qiymətləndirdi və mühüm mesajlar verdi. Dövlət başçısı hücumun İran tərəfindən Azərbaycana qarşı törədilmiş terror aktı olduğunu bəyan etdi. Naxçıvana hücumun mülki obyektlərə edilməsi, hava limanı və məktəb binası, xüsusilə dərs saatlarında hədəf alınması İran rejiminin terror aktıdır. 4 PUA ilə həyata keçirilən terror hücumu zamanı PUA-lardan biri ordumuz tərəfindən zərərsizləşdirilib. Xoşbəxtlikdən məktəb binasına hücum hədəfinə çatmayıb. Hava limanı isə ciddi şəkildə zədələnib. Mülki şəxslər yaralanıb. İran tərəfi terror hücumuna görə cavab verməlidir. İran rəsmiləri Azərbaycana izahat verməli və üzr istəməlidir. Terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb olunmalıdır. Prezident İlham Əliyev Azərbaycan dövlətinin tələbələrini təqdim etdi. Bu, İran rejiminin Azərbaycana qarşı törətdiyi ilk terror aktı deyil. 2023-cü ildə Azərbaycanın Tehrandakı səfirliyinə qarşı da terror aktı törədilmişdi. Bu, İran xüsusi xidmət orqanları tərəfindən dövlətin sifarişi ilə hazırlanan terror hücumu idi. Səfirlimizə qarşı terror hücumu xatırladan Prezident İlham Əliyev bildirib ki, Azərbaycanı qorxutmaq, Azərbaycana qarşı çirkin əməllərini həyata keçirmək üçün bu terror aktı İranın dövlət qurumlarının ən rəhbər mərtəbələrindən sifariş edilmişdir. Bildiyiniz kimi, o vaxt Azərbaycan bu hadisəyə çox sərt reaksiya vermişdi. Azərbaycan səfirliyi İrandan təxliyə edilmişdi. Bütün diplomatik əlaqələr dayandırılmışdı. İran tərəfi bizdən üzr istəməyə, öz günahını etiraf etməyə məcbur olmuşdu. O terror aktını törədənə bizim təkidimizlə ən ağır cəza da verilmişdi. Hətta uzun müddət bu cəzanı həyata keçirməyə maraq göstərməyən, hətta cinayətkarı xilas etməyə çalışan İran dövləti məcbur olub terrorçunu Azərbaycan nümayəndələrinin gözü qarşısında edam etmişdi. Bu dəfə də cavab eyni olacaq. Biz Azərbaycana qarşı törədilmiş bu əsassız terror aktı ilə təcavüzlə barışmayacağıq. Silahlı qüvvələrimizə təlimat verildi ki, cavab tədbirləri hazırlansın və həyata keçirilsin, dövlət başçısı bildirib. Prezidentin sözləri o deməkdir ki, Azərbaycan dövləti İranın Naxçıvanda həyata keçirdiyi terror aktı ilə barışmayacaq. Dövlət başçısı çıxışında İran rejiminin Azərbaycana qarşı əsassız iddialarının hədəflərini də ifşa edib. Söhbət Azərbaycan ərazisindən İrana qarşı istifadə olunması iddialarından gedir. Bununla bağlı rəsmi Bakının bütün açıqlamalarına, o cümlədən heç bir faktın olmamasına rəğmən İran rejimi ittihamlarından əl çəkmir. Ötən il baş verən 12 günlük müharibə zamanı da eyni iddiaların yer aldığı anti-Azərbaycan kampaniyası gündəmə gətirildi. Belə kampaniyanın aparılması təsadüfi deyil. Prezident İlham Əliyev bildirib ki, İranın dövlət qurumlarının nəzarətində olan media resursları Azərbaycanı ləkələmək,
İranda yaşayan soydaşlarımızın fikrini dəyişdirmək üçün Azərbaycana qarşı çirkin, şər böhtan kampaniyası aparırdı. Çünki yaxşı bilirlər ki, bugün müstəqil Azərbaycan dövləti İranda yaşayan bir çox Azərbaycanlılar üçün də ümid yeridir. Yəni bizi ləkələmək, bizi şərləmək, gözdən salmaq. İran ictimaiyyəti qarşısında bu məqsədi güdürdü. Çünki bunun heç bir əsası yox idi. Azərbaycan nə o vaxt, nə də bu dəfə İrana qarşı olan əməliyyatlarda iştirak etmir və etməyəcək. Çünki bizim mövqeyimiz bundan ibarətdir. Bizim qonşu ölkələrə qarşı hər hansı bir əməliyyat keçirməyə nə marağımız var, nə də siyasətimiz buna imkan verir. Biz öz ərazi bütövlüyümüzü qoruyuruq və qorumuşuq. Necə ki Ermənistan işğalına son qoymuşuq. İstənilən şər qüvvəyə qarşı öz gücümüzü göstərməyə hazırıq və İranda bunu unutmasınlar. Prezident İrana açıq mesaj verdi. Azərbaycana qarşı terror aktı cavabsız qalmayacaq. Bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar. Bizim gücümüzü sınamasınlar. Bizim gücümüzü sınamaq istəyənlərin başı dəmir yumruq vasitəsilə yarıldı. Bugünkü hadisə də eyni nəticəni hasil edəcək, dövlət başçısı bildirib. Azərbaycanın qonşuluq prinsiplərinə əsaslanan münasibi fonunda İranın Naxçıvana terror hücumu bu ölkədəki molla rejiminin nankorluğu və riyakarlığıdır. İranın dini lider öləndə Azərbaycan dərhal başsağlığı verdi. Prezident İlham Əliyev İran səfirliyinə gedərək başsağlığı verdi. Halbuki dövlət başçısının dediyi kimi, heç bir dövlət başçısı etmədiyi təqdirdə bunu yalnız Azərbaycan prezidenti etdi. Azərbaycan müharibəyə görə İrana humanitar yardım göndərməyi də planlaşdırmış. Dövlət başçısının açıqlamasından məlum olur ki, İran Livan səfirliyində qalmış əməkdaşlarının təxliyəsi üçün Azərbaycandan kömək istəyib. Bugün səhər mənə məlumat verildi ki, İranın Xarici İşlər Nazirinin müavini Bakıya zəng edir. Xahiş edir ki, İran səfirliyinin Livanda qalmış əməkdaşlarının təxliyəsinə Azərbaycan kömək etsin. Çünki onların imkanı yoxdur. Mənə məruzə edildi. Mən dərhal göstəriş verdim ki, kömək göstərin, təyyarə göndərin. Hətta onlar dedilər ki, biz bunun pulunu da verməyə hazırıq. Dedim ki, lazım deyil. İndi dar gündə biz kömək göstərməsək, bəs nə vaxt kömək göstərməliyik? Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək. Bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək. Təkcə bu detal belə, İrandakı molla rejiminin riyakarlığını, çılpaqlığı ilə ortaya qoyur. Bir tərəfdən Azərbaycandan kömək istəyirlər, digər tərəfdən Azərbaycana qarşı terror hücumu edirlər. Bu əməlin bir adı var, şərəfsizlik. Molla rejiminin bu şərəfsizliyinin cavabı veriləcək. Artıq Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın əmri ilə bir nömrəli hazırlıq vəziyyətinə gətirilib. İran rejimi cavab verməlidir. Ya törətdikləri terror aktına görə üzr istəməli, günahkarları məsuliyyətə cəlb etməlidirlər, ya da Azərbaycan ordusunun cavab tədbirləri ilə üzləşəcəklər. Dövlət başçısı bildirdi ki, bizim silahlı qüvvələrimiz, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün xüsusi təyinatlı qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar. Və Azərbaycan xalqına əmin etdi ki, istənilən bəd qüvvə onlara qarşı bizim dəmir yumruğumuzu görəcək. Siyasi şərhçi Asif Nərmanlı. Azərbaycan-İran müharibəsində qonşuluq prinsiplərinə sadiqlik nümayiş etdirsə də, molla rejimi Naxçıvana hücuma keçməklə gerçək simasını ortaya çıxardı. Hücumun Prezident İlham Əliyevin İran səfirliyini ziyarət etməsi, bu ölkənin dini liderinin ölümü ilə bağlı başsağlığı verməsindən bir gün sonra edilməsi də göstərdi ki, molla rejimi Azərbaycana qarşı düşmənçilik siyasətindən əl çəkmir. İrandakı molla rejiminin Azərbaycana qarşı nankor və riyakar siyasəti təəccüblü deyil. Eyni rejim 44 günlük müharibədə Ermənistana aktiv şəkildə dəstək verirdi. Müharibədən sonra Ermənistan sərhədini qırmızı xətt elan etdi. Azərbaycan sərhədinə erməni maraqlarının müdafiəsi məqsədi ilə leşkər toplayan, Tehrandakı səfirliyimizə qarşı terror aktı törədən də bu rejim idi. Naxçıvana hücum edən rejim öz xislətinə sadiqdir. Bizim üçün əsas diqqət çəkən və ən təhlükəli məqam içimizdəki molla rejiminin xidmətçiləridir. Amerika-İran müharibəsi başladıqdan dərhal sonra molla rejiminin müdafiəçiləri sosial şəbəkələrdə aktivləşərək Azərbaycan ictimai rəyini manipulyasiya etmək istiqamətində işləyirlər. Bunu onların müharibədə şəxsi seçimi hesab etmək olardı. Lakin İranın Naxçıvana məqsədyönlü şəkildə həyata keçirdiyi terror hücumunda molla rejimini müdafiə etmələri artıq vətənə xəyanət əməlidir. İran Naxçıvana dronlarla hücum edib. 4 PUA ilə həyata keçirilən hücum zamanı
Hava limanı ilə yanaşı məktəb də hədəfə alınıb. PUA-lardan biri ordumuz tərəfindən zərərsizləşdirilib. Orta məktəb binasına hücum edən PUA hədəfə dəyməyib. Hava limanına isə zəbələr endirilib. Mülki şəxslər yaralanıb. Bu hücumu iki tərəf təqzib etməyə çalışır. Biri İran rejimi, digəri mollaların Azərbaycandakı xidmətçiləri. Onlar iddia edirlər ki, bu hücum Azərbaycanı İranla üz-üzə qoymaq istəyən tərəflərin təxribatıdır. Yaxud Amerika və İsraillə müharibə apardığı vaxt Azərbaycana hücum etmək İrana sərf etmir və s. Məqsəd diqqəti xidmətçiləri olduqları molla rejiminin terror hücumundan yayındırmaq, faktı təhrif etməkdir. Molla rejiminin müdafiəsi məqsədi ilə Azərbaycan ictimai rəyini çaşdırmağa hesablanmış bu cür iddialara qarşı tədbir görülməlidir. Birincisi, Azərbaycan cəmiyyəti ayıq-sayıq olmalı, təxribat xarakterli dezinformasiyalara inanmalıdır. İkincisi, bu cür iddialar və dezinformasiyalar dərhal araşdırılmalı, ictimaiyyət məlumatlandırılmalıdır. Üçüncüsü və ən vacib addım, ictimai rəyi manipulyasiya etməyə cəhd göstərən molla rejiminin xidmətləri ifşa olunmalıdır. Bu şəxslərin əməllərinin bir adı var, vətənə xəyanət. Hazırda sosial şəbəkələrdə molla rejiminə köləlik edən, öz vətənlərinə qarşı düşmən mövqe sərgiləyən bu xainlərə qarşı ən sərt addımlar atılmalıdır. Bu zərurəti ictimai və dövlət təhlükəsizliyinin qorunması prinsipləri yaradır. Siyasi şərhçi Asif Nərimanlı, Azərbaycanın Tehrandakı səfirliyinin və Təbrizdəki baş konsulluğun təxliyəsi barədə tapşırıqlar verilib. Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov bugün Bakıda Moldovalı həmkarı Mixay Popşoy ilə birgə keçirdiyi mətbuat konfransında bildirib. Azərbaycanın Tehrandakı səfirliyinin və Təbrizdəki baş konsulluğunun təxliyə edilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Biz vətəndaşlarımızın həyatını təhlükəyə ata bilmərik, o qeyd edib.